öncə anamı, rəfiqələrimi, bütün müəllimlərimi və bütün qadınları 8 Mart Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Müəlliməm. Bütün qadınları, qızları 8 Mart münasibəti ilə sizi təbrik edirəm. Kimi təbrik etmək istəyirəm müəllimlərimə. 8 Martınız mübarək. Təbii ki də 8 Mart münasibəti ilə yaxınlarımı, anamı, bacımı, bütün qadınları, ümumiyyətlə müəllimlərimizi təbrik edirəm. Yaxşı ki vardılar, yaxşı ki bizimlədirlər. Mən ən birinci növbədə təbii ki də anamı təbrik etmək istəyirəm. Mənə həyat verib, mənə dünya bəxş eləyib, onu çox istəyirəm. 8 Mart münasibəti ilə ilk öncə anamı və digər ailə üzvlərimi, ilk başda olaraq müəllimlərimi və digər xanımları təbrik etmək istəyirəm. Yəqin ki, bütün hamı indi deyəcək ki, valideynimi, anamı təbrik eləmək istəyirəm. Mən də buna hamısına qatılıram. Amma mən üçün daha bir dəyərli adam var. Mənim nənəm 15 il əvvəl mənim nənəm onkoloji xəstəliyi tutmuşdu və mən doğulandan sonra o mənə dedi ki, sən mənə bir həyat vermisən. Deyir ki, mən səninlə yaşayıram. Səni çox sevirəm. 8 Martın mübarək. Buradan ilk öncə anamı, sonra da Azərbaycanın bütün qadınlarını təbrik edirəm. 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə başda anam olmaqla bütün qadınları təbrik edirəm və qadın müəllimlərimi təbrik edirəm. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı təbrik edirəm. İlk başda anam olmaqla bütün müəllimlərimi və şəhid analarını, şəhid xanımlarını səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək. 8 Mart münasibəti ilə bütün qadınları təbrik edirəm. Başda da olmaqla anamı təbrik edirəm. Həmçinin məktəbdəki bütün qadın müəllimlərimi təbrik edirəm. Buradan müəllimlərimi, direktoru və məktəbdə işləyən bütün qadınları 8 Mart bayramı ilə təbrik edirəm.